Azərbaycan idmanında son günlərin əsas müzakirə mövzusu parajudoçu Şahanə Hacıyev ilə bağlı məsələdir. 2020-ci il yay paralimpiya oyunlarının çempionu olan 25 yaşlı idmançımız bu günlərdə Qazaxstanda keçirilən parajudo üzrə dünya çempionatına buraxılmayıb. Səbəb o olub ki, qismən görmə məhdudiyyətli idmançıların yarışacağı J2 kateqoriyasında çıxış etməli olan Şahanə tibbi təsdiqatdan keçərkən görməsində heç bir problem olmadığı müəyyənləşib. Əksəriyyət üçün bu xəbər şok effektli olub. Necə yəni görməsində heç bir məhdudiyyət yoxdur? Axı bu adam 4 il əvvəl paralimpiya oyunlarının qalibi olub. Məsələ ondadır ki, Şahanə Tokyo paralimpiya oyunlarında B3 kateqoriyasında çempion olub. Bu kateqoriyada görmədə cüzi problemi olan idmançılar iştirak edirdi. Bizim paralimpiya idmanına məsul şəxslər də o vaxt bu imkandan istifadə edib görməsində cüzi məhdudiyyət olan judoçuları yönəltmişlər bu B3 kateqoriyasına. Nəticədə 2021-ci ildə keçirilən Tokyo paralimpiya oyunlarında Azərbaycan parajudoçuları rekord həddə 6 qızıl medal qazanmışlar və bu vəziyyətdən istifadə edən təkcə bizimkilər olmayıb. Özbəkistan, Moldova, Rumıniya və daha bir neçə ölkə də parajudoda indiyədək qazanmadığı uğurları bu B3 kateqoriyasında əldə ediblər. Yəqin elə bu cür faktlar Beynəlxalq Paralimpiya Komitəsini məsələyə yenidən baxmağa vadar edib, qaydalar sərtləşdirilib. Nəticədə 2024-cü ildə B3 və B2 kateqoriyalara ləğv edilərək J2 kateqoriyasında birləşdirilib. Yəni, qismən görmə məhdudiyyətli idmançılar burada əfsanəvi paralimpiyaçımız İlham Zəkiyev kimi görmə qabiliyyəti olmayan parajudoçularsa J1 kateqoriyasında yer alıblar. Görmə məhdudiyyətli idmançılar Assosiasiyası İPSA tərəfindən beynəlxalq yarışlarda parajudoçular yenidən tibbi təsnifata cəlb edilib. Aslında keçirilən dünya çempionatı öncəsi aparılan tibbi yoxlamadansa bizim çempion Şahanə keçməyib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığından ömürlük parajudo yarışlarına buraxılmayacağına dair qərar verilib. Şahanədən başqa paralimpiya çempionlarımız Sevda Vəliyeva və xanım Hüseynova da artıq parajudo yarışlarında iştirak edə bilməyəcək. Bu idmançılarda ümumiyyətlə görmə ilə bağlı əvvəldən problem olmayıb və yaxud sonradan müalicə alaraq problemi aradan qaldırıblar. Bu yalnız adı çəkilən idmançılara məlumdur. O da mümkündür ki, Şahanə, Sevda və xanımda olan göz xəstəlikləri artıq İPSA-nın siyasından çıxarıldığı üçün onlar paralimpiyaçı statusunu itirib. Burada əsas sual odur ki, tutaq ki, idmançıların görməsində əvvəl müəyyən problem olub, amma indi şükür Allaha ki, sağalıb. Məyər idmançı, onun məşqçisi, komandanın həkimi bunu yarışdan əvvəl bilmirdi? Bilmirdisə bir ayıb, bilib paralimpiya kriteriyalarına artıq uyğun gəlməyən idmançını yarışa aparıblarsa ikinci ayıb. Dünya çempionatında Elnarə Nizamlı adlı digər parajudoçumuz da tibbi təsdiqatdan keçməyib. Təqdim etdiyi tibbi sənədlərə əsasən Elnarə J1 kateqoriyasında, yəni ümumiyyətlə görməyən idmançılar arasında yarışmalı idi. Amma tibbi təsnifatda onun qismən gördüyü müəyyən olunub və o sağlıq durumuna uyğun olaraq J2 kateqoriyasına keçirilib. Bu Azərbaycan parajudoçularının üzləşdiyi ilk belə hal deyil. Bir il əvvəl 2024-cü ilin aprelində paralimpiya oyunlarına lisenziya xalları verən Antalya Grand Prix-sində də 4 qadın, 1 kişi parajudoçumuz tibbi təsdiqatdan keçə bilməmişdi. Şahanə Hacıyev də daxil xanım Hüseynova, Dürsədəf Kərimova, Sevda Vəliyeva, kişi parajudoçulardansa Kənan Abdullaxanlı. Bəs eyni səhv, eyni məsuliyyətsizlik niyə təkrarlansın? Mütləq beynəlxalq qurum tərəfindən belə sərt cəza mı verilməlidir? Və bunun özü də ayrı bir sualdır ki, niyə bu tibbi təsnifatda məhz parajudo yarışlarında bizim idmançılara problem yaranır, digər növlərdə yox. Məsələ ondadır ki, məhz parajudoçuların əksəriyyəti karyerasının müəyyən hissəsini normal, peşəkar idmanda keçirib. Amma bəziləri özünə burada yer tapmayanda, böyük uğurlar qazana bilmədikdə üz tuturlar paralimpiyadaya. Burada maraq nədir? İdmançının marağı odur ki, indiyədək qazanmadığı titulları, uğurları əldə edir, paralimpiya çempionu, dünya və Avropa çempionu kimi tarixə düşür. Üstəlik dövlətin paralimpiya çempion və mükafatçılarına ayırdığı böyük pul mükafatlarına, imtiyazlara sahib çıxır. İdmançı ilə yanaşı onların məşqçiləri də eynən bu qayda ilə dövlətdən maksimum dərəcədə qoparır. Paralimpiya Komitəsinin də yuxarıların gözündə sambalı qalxır ki, bəs kişilər işləyir də paralimpiyadadan rekord sayda medal gətirdilər. Əlbəttə bu sözlər işini vicdanla, ləyaqətlə, ədalətlə görən məşqçilərə, idmançılara aid deyil. İlham Zəkiyevin, İmaməddin Xəlilovun, Lamiyə Vəliyevanın, Səid Nəcəfzadənin, Vəli İsrafilovun, Yelena Taranovanın, Kamran Zeynalovun və onlarla digər paralimpiyaçımızın uğurlarına kimsə söz deyə bilməz. Amma baxanda ki, əvvəllər peşəkar judoda olan bəzi idmançılar 2015-2018-ci illərdə kütləvi
Paralimpiyadaçı oldu, ortaya suallar çıxır. Nə baş verdi ki, bir neçə judoçunun görməsində məhz bu 1-2 ildə problem yarandı və onlar parajudoya keçdi. Bu xəstəlik sənədlərini Bakıda kim düzəldib, necə düzəldib? Bu proses Milli Paralimpiya Komitəsinin indiki yox, əvvəlki rəhbərliyinin dövründə olub. İndiki rəhbərliyi də qalıb çıxılmaz vəziyyətdə. Yuxarı baxır bığdı, aşağı baxır saqqal. Ona görə də mətbuata açıqlamasında yetərincə ehtiyatlı davranmağa çalışırlar. Şahanə Hacıyev ilə bağlı Milli Paralimpiya Komitəsinin açıqlamasına diqqət yetirək. Stat. Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarılıb. Bu səbəbdən beynəlxalq görmə məhdudiyyətli İdmançılar Assosiasiyası tərəfindən parajudoçularımız yenidən tibbi təsnifata cəlb edilib. Tokyo 2020 Yay Paralimpiya oyunlarının qızıl medalçısı Şahanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi parajudo yarışlarına təmsil etsə də, müvafiq dəyişikliklər səbəbindən onun artıq parajudo yarışlarında mübarizə apara bilməyəcəyi dəqiqləşib. Dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır. Statın sonu. Azərbaycan Judo Federasiyasının baş katibi Rəşad Rəsullu isə prosport.az saytına bildirib ki, paralimpiya yarışlarından kənarlaşdırılan judoçuların yenidən əvvəllər çıxış etdikləri peşəkar judoçuların yarışlarına qatılmasında problem yoxdur. Yəni, Şahanə və ya xanım Hüseynovanı qarşıdakı aylarda judo üzrə Azərbaycan çempionatında görsəz, təəccüblənməyin. Şahanə hələ gəncdir. Özünü peşəkar judoçuların yarışında sübut etmək üçün də vaxtı var. Yetər ki, məşqçiləri ona düzgün yol göstərsin, valideynləri, doğmaları mənəvi dəstəyini əsirgəməsin. Böyük ehtimalla judodan parajudoya keçid idmançıların özlərindən çox məşqçilərin təklif və istəyi ilə olur. Ona görə idmançının üzərinə getməyin də tərəfdarı deyiləm. Amma paralimpiya onsuz da idmanın kövrək, həssas qoludur. Oranın qaydalarına hörmətlə yanaşmaq mütləqdir. Qazanc, titul naminə ölkənin adına xələl gətirmək olmaz. Gözdən əlil, həyatın bütün ağır şərtlərinə dözərək ləyaqətlə yaşamaq olur. Əsas odur, insanın vicdanı kör olmasın. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.